La ilahe huvel melikul quddus. Deməli, ondan başqa heç bir məbud yoxdur və o nədir? O müqəddəsdir. Görürsünüz, Allah özünün müqəddəs, qüdsiyyəti nisbət verir. Yəni, birinci və ən başlıca müqəddəs olan Allahdır. Allah hər şeydən pakdır. Digər başqa müqəddəslər ki var, Allahdan sirayət edir. Allah onlara qüdsiyyət verir. Allah heç kəs qüdsiyyət verməyib. Allah heç kəs pak eləməyib. Onun zatı pakdır. O öz-özlüyündə pakdır. Amma başqa şeylər, başqa varlıqlar müqəddəs ola bilərlərsə, özlərindən deyil, Allah onlara verir. Deməli, birinci, Allahın zatı pakdır, müqəddəsdir. İkinci məsələ, Allaha intisab olanlar. Yəni, Allaha nisbət verilənlər, Peyğəmbər və imamlar. Müqəddəsdir, ehtiram edirik Peyğəmbərə. Peyğəmbərin hərəminə ehtiram edirik. İmam Hüseynin hərəminə məsələn ehtiram edirik. Pakdır, müqəddəsdir. Niyə? Çünki onlar Allahın Peyğəmbəri və imamlarıdır. Allahın Peyğəmbəri və imamları olduğuna görə onlara qüdsiyyət Allahdan gəlir. Maraqlıdır, bir insan kəmala doğru addım atırsa, Allaha tərəf getdikdə artıq kəmal olduğuna görə Allahda olan müqəddəslik buna sirayət eləməyə başlayır. Yəni, Allah öz müqəddəsliyindən ona da verir. Allah kimi olmur? Fərqi budur ki, Allahın müqəddəsliyi özündəndir, amma qarşı tərəf, məsələn, Peyğəmbərin müqəddəsliyi Allahdandır.